Vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. WhatsApp kanalımızda belə bir sual paylaşmışdıq 2023-cü il abituriyent jurnalından. Deyir, nümunədə ədəbi dilin hansı norması və ya normaları pozulub? Dəyərli şagirdlər, sual asan görünsə də, elə asan olsa da bir məsələni izah etmək üçün bu videonu hazırlamışam. Deyir, əsir payız küləyi, gecə uzun, gün gödək. Ağaçdan yarpaq düşür, bir ömrün günləri tək. Deməli, burada gəlin sondan başlayaq. Tək bir qoşma olanda şəkilçiləşmiş variantda olur. Yəni, sözə birləşik yazılmalıdır. Söz səhv yazıldığına görə burada bir orfoqrafik səhv, yəni fonetik norma pozuntusu müşahidə olunur. Bu bir. Bir də bəzən sizi çaşdırmaq üçün təki qoşması ilə verə bilərlər. Təki qoşması tək qoşmasından fərqli olaraq ayrı yazıla bilir. Ona görə də diqqətli olun. Deməli, burada da baxın, birinci misraya qayıtsaq, əsir xəbərdir. Payız küləyi əsir. Normalda bu cümlə belə olmalıdır, amma burada inversiya hadisəsi müşahidə olunur və bu da sözdə, daha doğrusu cümlədə sözlərin, cümlə üzvlərinin yerinin fərqli gördüyümüz formatdan tamam fərqli işlənməsinə, yəni qrammatik normanın pozulmasına gətirib çıxarır. Yəni burada doğru cavab nədir? Fonetik və qrammatik. D variantı. İndi bura kimi asan. Burada bir şərhi vermək istəyirik. Bu deyir ki, bu məqamda abituriyentlərin deyir 21,46% doğru cavab verib. 11,50% isə ümumiyyətlə imtina edib. Maraqlı. Burada gəlin tapşırığın yerinə yetirilməsi üçün hansı biliklərdən istifadə olunub buna diqqət edək. Bir də bu analizimizin nəticəsinə gələk. Deyir, məlumdur ki, ədəbi dilin 3 norması var. Fonetik, leksik və qrammatik. Gözəl. Fonetik norma orfoqrafik və orfoepik qaydalara düzgün riayət etməyi tələb edir. Yəni, fonetik norma pozuntusu harada ola bilər? Səhv yazılışda, bu sözün səhv yazılması da ola bilər. Bu durğu işarəsinin də səhv yazılması və ya lefs işarəsinin də səhv yazılması ilə əlaqəli ola bilər. Bir də orfoepik, yəni tələffüz qaydaları ilə bağlı. Yəni, buradakı səhvliklər fonetik normanın pozulmasına gətirib çıxarır. Tapşırığın şərtinə əsasən orfoqrafik normanı, yəni sözlərin düzgün yazılışını müəyyənləşdirmək tələb olunur. Leksik norma sözlərin mənasına bələd olmaq və onları yerində düzgün işlətmək tələbini qoyur. Qrammatik norma isə həm morfoloji, həm də şəkilçilərin düzgün işlədilməsi, həm də sintaktik, yəni sözlərin düzgün əlaqələnməsi məsələsini tələb edir. Göründüyü kimi bir neçə parametr üzrə müəyyənləşmə tələb etdiyi üçün tapşırığın cavablandırılması zaman aparır, lakin kiçik və sadə mətn parçasında bunu müəyyənləşdirmək onun çətinlik dərəcəsini azaldır. Birinci misrada deyir, payız küləyi əsir əvəzinə əsir payız küləyi verilib. Burada xəbər mübtədadan əvvələ keçib, bu isə sintaktik, deməli qrammatik normanın pozulmasıdır. Burada saxlayaq. Bəzən abituriyentlər belə bir sual verir. Mən bədii üslubda olan mətnlərlə bağlı da video çəkmişdim. Kanalımızda üslublarında normanın, ümumiyyətlə Azərbaycan dilindən bütün bölmələrin izahı mövcuddur. Keçid edib baxa bilərsiniz. Abunə deyilsinizsə, abunə olmağı unutmayın. Deməli, orada mən həmişə deyirdim ki, şagirdlərə, bəs bədii üslubda bilirsiniz ki, bəzən norma pozuntusu müşahidə olunur. Nə mənada pozuntu? Məsələn, sən görürsən ki, inversiya baş verib burada olduğu kimi və ya vulqarizm, varvarizm, yəni bunlar bilirsiniz də. Məsələn, vulqarizm, nalayiq ifadələrin, qarğışların, bədduaların bu cür işlənməsi. Varvarizmdə əcnəbi mənşəli sözlərin, yad sözlərin dilimizdə kəskin formada işlədilməsidir. Lüğətimizdə olmadığı halda işlədilməsidir. Nəysə, bunları demişdik ki, bədii üslubda normalar bu cür bir yumuşaqlıq edir və deyir ki, digər üslublarda rast gəlməsən belə, bu üslubda bəzi hallarda belə hadisələr baş verir. Yəni, inversiya, vulqarizm, varvarizm bunlara rast gəlirsən. Həmişə şagirdlər soruşurdu ki, yaxşı müəllim, siz deyirsiniz rast gələ bilərik, buna yaşıl işıqdır. Bəs bu norma pozuntusu sayılmır? Baxın əzizlərim, sayılır. Gördünüz necə sayıldı?
Əsir payız küləyi də inversiya var. Norma pozuntusu götürdükmü? Götürdük, bəli, qrammatik norma pozulub. Yəni bədii üslubda o videoda dediyim məsələ inversiyanın, vulqarizm, varvarizmin olması, bunlara rast gələ bilmə ehtimalınız o demək deyil ki, bədii üslubda norma pozula bilməz. Əlbəttə ki, pozular. Onlara yaşıl işıq olması, onlara qayda pozuntusu yazılmayacaq anlamına gəlmir. Daha sonra sonuncu misrada da tək qoşması ilə bağlı bir məqamı verib, indi o çox da bizim üçün maraqlı deyil. Əsas detalı bildirdim sizə. Əgər normalarda çətinliyiniz varsa, mütləq videonu keçid edib izləyin. Normalar Validə Vəliyeva yazsaz YouTube-da çıxar. Sağ olun, salamat qalın.